Sumqayıtda məşhur mağaza bağlanır, məhsulları da su qiymətinə qoyublar. Gəlin göstərim. Bax, Türkiyənin məşhur mağazası Tudors, Sumqayıt filialı köçür. Bura bağlanır. Bax, burada qiymətlər 10 manatdan başlayır. Bax, burada 600-dən çox köynək cəmi 15 manata satılır. Heç outletdə belə bu qiymət olmayıb. Yəni Tudorsda 15-20 manata köynək fantastikadır da. Bax, burada Tudorsun orijinal poloları var. 35-ə satılıb, indi düşüb 28-ə. Hətta kampaniya çərçivəsində birini 21 manatdan götürmək olar. Tudorsun premium köynəkləri var burada. 100% pambıq, 65-ə satılıb, indi düşüb 52-yə. Amma kampaniya çərçivəsində alsaz 39 manata qədər endirim olunur. Bax, ütüyə ehtiyacı olmayan köynəklər var burada. Non-iron köynəklər gedir, premium sinifdir. 100-ə satılıb, düşüb 80-ə. Kampaniya çərçivəsində götürsəz 60 manata kimi endirim olunur. Burada deməli viskon materiallı köynəklər var. Fıstıq ağacının liflərindən hazırlanır. Əlini toxundurursan, istəyirsən ki, belə başını qoyub yatasan da, o qədər yumşaq, pilə. Bunlar deməli satılıb 45-ə, amma indi düşüb 36-ya. Amma kampaniya çərçivəsində alsaz 27 manata qədər endirim eləyirlər. Superdir də, yəni bunu gəlib kilo ilə aparmaq lazımdır. Yəni gözləməmək lazımdır. Çünki 10 gündən sonra bu qiymət olmayacaq. 10 gündən sonra ümumiyyətlə mağaza burada olmayacaq. Tudors tarixində belə endirim olmayıb. Endirimlər cəmi 10 gün davam eləyəcək. Tudors nə qədər ki Sumqayıtdadır. Gəlin daşıyın aparın. Bax, göyərçini görürsüz. Üzük göyərçinə gedən yolda, yolun sağında. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.